Dediyim kimi sizin sevginizdən xəbərim var. Sənin üçün necə keçdi bu illər? Uşaqlara necə izah elədin yoxluğunu? Qəbul eləyirlərmi? İllər keçdi, keçmədi bilmirəm. Elə bilirəm, mən sentyabrın 19-unda Ermisində qalmışam, 2003-də qalmışam. Uşaqlarımız gözləyir hələ də qızım, elə bilir atası gələcək. Bir ümid gözləyir, çünki biz də gözləyirik. Bizə baxır, o da elə bilir ki, atası gələcək. Elə bir şeydir ki, insan ümidini üzə bilmir. Biri var qohumunu itirəsən, biri var əzzini, canından canı, həyat yoldaşını, atanı itirəsən, yəni ağır dərddir. Bəzən deyirəm ki, öz-özümə Həmid, sənə dərd də demək istəmirəm, o sözü yaraşdırmıram, mən Həmidə ən gözəl sözləri yaraşdırıram. Çox çətindir. Allah heç kəsə göstərməsin həqiqətən də. Nə bayramın bayram olur, nə xoş gün olur, elə hər şeyi də. Bizi bilirsiniz, Həmid evə gələndə bizim üçün ən gözəl qonaq idi elə bilsən. Hər gəlişi bir bayram. Bir süfrə açırdıq, hamımız təlaşlanırdıq, ən qəşəng paltarlarımızı geyinərdik. Özü qaraqabaq olsan da gülünü xoşdur ki, hamı desin, gülsün. Nə bilim, o özü belə qaraqabaq gəlsə bizə xoş olmaz ki, Allah görün Həmidin belədir. Şən idi, dəyin idi, gülən idi. Gülün, elə deyirdi ki, mən gələndə sizin üzünüz gülsün. Gülün deyirdi. Nə bilim, heç inanmazdım, bilirsiniz necədir? Elə bilir, biz evdə hamı elə bilir ki, hamımıza nə isə olar, Həmidən heç olmaz. Əslində, Həmid idi də, müharibənin içində olan Həmid idi bu, amma o bizim hər şeyimiz idi. Biz onun məsləhət yerimiz idi, saqqalımız idi, həqiqətən də yaşaz olsa da, anam belə onunla məsləhət edirdi. Biz onun özü hər zamanda məsləhətinə qulaq asmışıq, heç vaxt yanılmamışıq. Mən sevinirəm ki, əslində, yəni hər bir qadına elə bir həyat yoldaşı qismət olsun. Nəyə görə deyirəm? Çünki o mənim həm atam olub, həm anam olub. Əslində, atam, anam da var, həm qardaşım olubdur. Hər bir nazımı çəkibdir. Həm qısqancı olub, düzdür, çox qısqancı olub. Amma heç nəyində heç vaxt kəm olmayıbdır. Yəni, elə bir həyat yoldaşı itirmişəm ki, ömür boyu mən özümə gələ bilmərəm. Ömür boyu da onu gözləyəcəm. Ən çox axşamlar insan özünə hesabat verir. O yoxluğu necə özünə izah eləyə bilirsən? Ümumiyyətlə, mən düşünmək istəmirəm. Düşünəndə pis olaram. Mən düşünmürəm, Həmid yoxdur. Mən dərinliyə qədər düşünsəm, elə bilirəm ki, dəli olaram. Çünki bir dəfə oturdum, düşündüm özümə. Mənə dedilər ki, biraz psixoloqa get və yaxud nəysə, özünlə danışda, bacar ki, başa sal gözünə ki, bu insan yoxdur, gəlməyəcək. Oturdum, fikirləşmək istədim. O dərinliyə çatanda gördüm ki, boğuluram. İnsan özünü öldürmək istəyir. Bəzən deyirlər ki, övladlarım var. Deyirəm, elə bir an olur ki, övlad belə insanın gözünə görünmür. Həqiqətən də mən Həmiddən sonra 3 dəfə ciddi deyirəm, özümü öldürmək istəmişəm. Çünki bir şey deyəcəm, çox adam inanmır bu sözümə. Mən Həmidi övladlarımdan çox istəmişəm. Əslində elə olmalıdır. Mən, analar axı deyirək, ən gözəl tikəni övladına salır, mən Həmidə saxlamışam. Mən də günahı ona görə sevmişəm, mənim oğlumu çox istəyirəm. Anam həmişə deyir, sən mənim oğlum. Biz həmişə deyirdik ki, anam, övladlarım Həmid gələndə üzr istəyirəm. Anamla yatırdı və deyirdi ki, heç günah demədi ki, anam hanı, dedim ona, heç sənin doğulun demədi. Həmişə zarafatlaşırdı da, yəni anamla bizim həmişə yaxşı olubdur, şükür Allah aramız. Həmid də bizi birimizə tapşırıbdır. Analar həmişə onu deyirdim ki, yaxşı tikəsini övladla saxlayır, amma mən həmişə Həmidə saxlayırdım. Uşağın əlindən alırdı, onun payına toxun salar. Mən Həmidə pay saxlamışam, hələ də durur. Qoz ceviz. İnansız harada o da durur. Mən Həmidin əşyalarına da qarşı həssas idim. Onlar tapışqası, ayaqqabısı, hələ də hara qoymuşamsa durur. Onun son çəkdiyi siqaret kötüyün kimi saxlamışam. Ümumiyyətlə, mən həmişə Həmidə, bir gün Həmidə oturdum. Həmidi anamla düzü istəyirəm, böyle necə sevdiyimizi. Həmid oturdu, ağladı. Son vaxtlarımız idi özdə. Belə dedim ki, Həmid, sən bilirsən, sən gəndə mənim üçün dünya durur. Mən hər şeydə səni görürəm. Sən mənim üçün həqiqətən bir aşılmaz bir dağdır, Həmid. Yəni, dünya yığıla, 100 mindən insan gəlir, bir dənə Həmid eləmir mənim üçün. Bir dənə də acığım tutur ki, deyirəm, ay Allah, qurban olmuşsa, axı, mən bu qədər çox istəyirdim, gərək mən bu qədər çox istəməzdim. Həmid gedəndən sonra, mən yükü üstümə alandan sonra, həm ana, həm ata yükü, mən Həmiddən sonra bilmişəm ki, analıq nədir. Atalıq heç vaxt eləyə bilmərəm. Ata başqa hissdir. Ata başqa dağdır, başqa ürəkdir. Amma ana kimi mən indi çatır ki, analıq nədir? Uşaqla qayğı çəkmək nədir, uşaq nədir? Çünki gözümdə ancaq Həmid idi. Mənim üçün bir dünya var, dünyanın içində bir dənə Həmid idi. Fikrim Həmid həmişə deyirdi ki, uşaqlara da odaqlanda, mən
deyirdim ki, uşaqlara da baxıram da, nə var ki orada. Amma baxıram ki, yox, hələ mənim tərcihim elə Həmid imiş. Mən bir ömür onu gözləyəcəm. O gəlməyəcək bilirəm, amma mən gedəcəm də sonunda. Bilmirəm, bəlkə də sabah çıxdım, getdim onun yanına, bilmirəm. Amma Allahdan tək diləyim odur ki, həmişə belə üzü açıq, alnı açıq, uzaq. Onun yanına gedim. Allah məni utandırmasın Həmidin yanında.